İlk baxışdan hər şey mükəmməldir, amma ikonkalar tam olaraq redizayn edilmədi. Maraqlı olanlar da var. Kontekst menüsü indi istənilən yerdə açmaq olar. Daha fiks olunmuş yerdə bir neçə dəfə barmaq etmək lazım deyil. Lock screen məlumatlandırma Control Center yeni dizayn kodu ilə işlənilib. İkonkalar indi çox qatlı olaraq qara məzmunu dəstəkləyir. Yeni bir şəffaf stil də vardır ki, bu tam olaraq şüşəni xatırladır. İndi iOS 26-dan danışaq. Ekranı blokdan çıxardanda siz ekranda şüşəni hərəkət edirsiniz. Məzmunlar standart qara və şüşə effektlidir. İndi siz ekranda divar kağızını dəyişəndə saatın ölçüsünü uzada bilərsiniz. İndi istənilən şəkli 3D edə bilərsiniz. Bunu Apple Intelligence edir. Bu effekti istənilən fotonunuzla edə bilərsiniz. Ekran blokirovkasına Apple Music-da olan animasiyalı fonları yerləşdirmək mümkündür. Foto tətbiqi tam olaraq minimalizə edildi. Ancaq ilk olaraq foto və video düymələri görsənir. Swipe-la isə siz digər menyuları aça bilərsiniz. Yuxarı swipe-la əlavə proqram tənzimləmələri açılır. İndi siz sol yuxarı küncdə çəkiliş ölçülərini və kadr tezliyini nəhayət ki seçə bilərsiniz. Foto tətbiqi növbəti dəfə yeniləndi. Apple bu tətbiqi nədənsə çox tez-tez yeniləyir. Safari'də indi səhifələr tam ekranda açılır. Tabbar indi aşağıda, səhifənin üzərində asılır. Səhifə hərəkət edildikdə isə tabbar çilir. FaceTime zəngləri zamanı menyu düymələri sağ tərəfdə yerləşdirilir. Əsas səhifədə kontant şəkilləri yerləşdirilir. Preview videoları yerləşdirmək mümkündür. CarPlay yenilənib. Bu barədə danışmaq istəmirəm. Bu avtomobil sistemi bizdə o qədər də məşhur deyil. iOS-da telefon tətbiqi uzun illər yenilənməyib. İndi isə yeniləndi. Seçilmiş kontaktlar indi menyunun yuxarı hissəsində kartlar formasında yerləşdirilir. Bu kartlardan aşağıda isə sonuncu zənglərin siyahısı göstərilir. Başqa sözlə, iki funksiya bir yerə birləşdirilib. iMessage-də yenilənib. İndi siz chat fonunu dəyişə bilərsiniz. Qrupda sorğu yaratma funksiyası əlavə edilib. Apple Chat vasitəsilə pul köçürmələri mümkün olub. Amma bizdə təbii ki yox və sənin respondentinin yazması indi animasiya ilə görsənir. İndi iki emojini bir emojidə birləşdirmək olar.